aylar sonra audition videosu çəkəcəm. Həyecanlıyam. Ama evet saçımı falan düzəldəcəm. Yəni audition vermək istəyənlərə tövsiyəm var. Makyaj eləməyin. Makyaj eləməyin çünki belə deyim də kamera qarşısında hər halınızla olduğunuzu göstərir. Hətta audition videosu çəkəndə 2 dənə çəkin atın. Mən 2 dənə çəkib atıram həmişə. Yəni o vaxtlar bu aralar çəkmirəm audition gəldi ona görə. 2 dənə çəkim, biri komedi olsun, biri də duygusal olsun. Niyə komedi və duygusal? Duygusal rolu hər adam oynaya bilmir. Mən də oynaya bilmirəm. Mən ən çox komedi oynaya bilirəm. Çünki kimisə ağlatmaq çətindir. Amma kimisə üzündə təbəssüm, gülüş yaratmaq asandır. Bu mənim düşüncəmdir. Hər adama görə dəyişir. Amma sizə tövsiyəm 2 dənə çəkin. İndi audition oxuyacağam, həyecanlıyam. Komedi duyğusaldır. Nə deyəcəydim? Duyğusalı çəkirəm. Sonra komedi olaraq bir dənə audition tapım, onu çəkəcəm. Hə, bu arada əgər sizdən audition çəkməyinizi istəyirlərsə, o auditiona bir dəqiqə cümləni qura bilmədim. Sizdən əgər audition çəkməyinizi istəyirlərsə və sizə audition cümlə və yaxud səhnə atmayıblarsa, girin, nə bilim, sosial şəbəkədən baxın. Əgər tapa bilmirsinizsə, Sony intelleklərə yazın ki, audition çəkəcəm və mənə səhnədə duygusal komedi. Türkçə və yaxud Azərbaycanca. Mən 2 dildə də çəkəcəm. Türkçə və Azərbaycanca. Çünki bilirsiniz də, Azərbaycanda çox azdır izlənən kinolar, filmlər. Çox az. Həqiqətən bu dürüst cavabımdır və məncə hamı belə düşünür. Amma Türkiyədə çoxdur və Türkiyədə işığınız parlaya bilər. Və sizə tövsiyəm, əgər heç kim sizdən audition istəmirsə, siz yenə də aktyor, aktrisa olmaq istəyirsinizsə, auditionlar çəkin, sosial şəbəkələrdə paylaşın, #audition, #oyuncu seçmələri, sonra ajanslar deyəcəm sizə, ajansların bura yazacağım Instagram hesablarını. Onları etiketləyə bilərsiniz. Mən də onları etiketləyəcəm. Həm Azərbaycan, həm Türk. Çünki niyə də yəni belə eləyirəm. Çünki dedim, cümlənin axırını gətirə bilmədim. Hə. Uzun müddətdir niyə audition videosu çəkmirəm? Bunda aydınlıq gətirim. Dolandırıldım çünki. Sizə yenə tövsiyə verəcəm. Sizdən pul istəyən ajanslara heç vaxt getməyin. Onsuz da o ajans sizdən pul qazanacaq. Niyə? Sizdən əvvəlcədən pul alsın. Sizin üstünüzdən onsuz onlar çoxlu pul qazanacaq. Sizdən niyə əvvəlcədən pul alsınlar? Təbii ki, mən bunu ağlıma gətirə bilməmişdim. İlk oyuncu ajansım idi. Ona görə də maalesef belə oldu. Amma sertifikatlarım var, diplomlarım var. Oyuncu, kamera önü, modellik. Nə bilim. Hə, bu arada bir vaxt dedim, Instagram hesablarımı bura qoyacağam. Əgər bura qoymasam, açıqlamada mütləq yazacağam və linklərini də qoyacağam. Mən də sosial şəbəkələrimi izləsə çox xoşbəxt olaram. Nəysə, belə. İndi gedim auditionuma. Bu arada əzbər eləməyin. Yadınızda saxlayın. Əgər desəz ki, yadımda saxlaya bilmirəm, unuduram,
Cümlənin başını gətirib axırını gətirə bilmirəm, unuduram deyəcəyim sözü. Özünüzdən qurun, doğallıq eləyin və yönetmenlər izləyir də bu audition videolarını. Doğallıq o qədər yaxşıdır, həm sizin açınızdan, həm gələcək açınızdan. Doğallıq çox yaxşıdır. Doğal. Baxmayın da kamera qarşısında oynayanda da birdən unutdunuz sözünüzü. Doğal davranın. Narahat olmayın. Qarşınızdakı da biləcək. Unutmusunuz, doğal davranacaq o da. Yəni belə demək istədim. İndi bilmirəm auditionu çəkəndən sonra yenə çəkərəm ya yox. Audition videolarını Instagramda izləyin. Yəni mənim addımlarımı izləyin də. Neysə. Belə danışmaq istədim. Biraz məlumat vermək istədim. İndi çəkirəm. Auditionu çəkdim. 2-3 dəfə çəkdim. Sonra gördüm ki, cümlənin başını səhv oxumuşam. Təzədən çəkdim. 2-3 dəfə yenə çəkdim. İndi onu eləyəcəm, amma türkcə çox uzundur audition. Eləyərəm, problem deyil. Prosta audition məncə 3 dəqiqədən 1 dəqiqədən çox olmamalıdır. Neysə. Gedirəm auditionumu eləməyə. Yəni eləməyə, kəsməyə. Sonra onu paylaşacağım. Bismillah. Dualarınızı, dəstəklərinizi gözləyirəm.